25-ci sual. Kosinus pi bölü 4 çıxılsın x bərabərdir 0 tənliyinin bütün, yəni 0-2 pi aralığına yerləşən bütün həllini tapın deyir. Əvvəlcə kosinus funksiyasının bu aralıqda 0-2 pi aralığında harda 0-a bərabər olduğuna bir baxaq. Bunun üçün gəlin əvvəlcə vahid çevrə üzərində kosinus funksiyası nə ifadə edir ona baxaq. Bəli. Deməli, bu bizim x oxu, bu isə y oxudur. Kosinus x funksiyası vahid çevrədə deməli nöqtənin x koordinatını ifadə edir. Yəni, misal üçün, bura 1-dir da, bura 1, bura -1-dir. Kosinus funksiyası deməli bu nöqtələri, bu deməli koordinatları ifadə edir. Ona görə də kosinus funksiyası qiymətlər çoxluğu -1-dən 1-ə qədər dəyişir. İndi isə bizə kosinusun hansı arqumenti 0-a bərabərdir o lazımdır. Baxın, dediyimiz kimi kosinus funksiyası x oxunda olan nöqtələrin koordinatlarını göstərdiyi üçün hansı, yəni 0-2 pi aralığında harada kosinus funksiyası 0-a bərabərdir. Gəlin baxaq. Deməli, dediyimiz kimi bura 1-dir, bura 0-dır. Biz əgər 1-dən, yəni bu bucaqları belə aça-aça böyütsək, fikir verin, bu nöqtələri başqa rənglə göstərirəm. Bu nöqtələri əldə edirik vahid çevrə üzərində. Yəni, getdikcə fikir verin, bu nöqtələrin x koordinatı 1-dən 0-a doğru kiçilir. Və tam olaraq nə zaman 0-a bərabər olur? Pi böl 2 nöqtəsində. Yəni, deməli, bucaq pi böl 2 olanda kosinusun qiyməti 0 olur. Və bu prosesi əgər belə davam etdirsək, əgər biz bucağı aça-aça irəliləsək belə, o halda deməli, bir də nə vaxt 0-a bərabər olacaq bu? Yəni, biz gəlirik, burada -1-i əldə edirik, sonra irəliləsək yenə -1-dən 0-a doğru biz irəliləmiş oluruq və tam olaraq bu nöqtədə yenə kosinusun qiyməti 0 olur. Bu nöqtənin deməli qiyməti isə 3 pi böl 2-dir. Yəni 270 dərəcə. Ondan sonra deməli davam edirik və 1-ə yaxınlaşırıq və sonra təkrarən yenə eyni proses başlayır. Deməli 0-2 pi aralığında kosinus funksiyası 2 nöqtədə qiyməti 0-a bərabər olur. Bu pi böl 2-dir və 3 pi böl 2-dir. Deməli biz indi bu verilmiş tənliyi yazaq. Kosinus pi böl 4 çıxılsın x bərabərdir 0 funksiyasında, daha doğrusu tənliyində arqumentin qiyməti, baxın, burada yazılan ya pi böl 2 olması lazımdır, ya da 3 pi böl 2 olması lazımdır ki, kosinusun qiyməti orada bizə 0 versin. Ona görə də 2 tənlik qururuq. Birinci tənliyimiz belədir. Pi böl 4 çıxılsın x bərabərdir pi böl 2-yə. İkinci tənliyimiz isə pi böl 4 çıxılsın x bərabərdir 3 pi böl 2-yə. İndi bunun hər birini ayrı-ayrı həll edək. Birincidən x bərabərdir pi böl 4 çıxılsın pi böl 2. Bu isə ortaq məxrəc 4-dür. Deməli, pi çıxılsın 4-ü 2-yə böləndə 2, 2 pi olur. Yəni, pi çıxılsın 2 pi, mənfi pi olur, mənfi pi böl 4. İkinci tənlikdə isə x bərabərdir pi böl 4 çıxılsın 3 pi böl 2. Bərabərdir 4 və 2 ortaq məxrəci 4-dür. Pi çıxılsın 2 dəfə 3 pi 6 pi edir. Deməli, x bərabərdir pi çıxılsın 6 pi mənfi 5 pi, 5 pi bölünsün 4. Aldığımız cavablar ancaq 0-2 pi aralığında yerləşmir. Mənfi ədədlər aldıq. İndi bu aldığımız arqumentləri, bu ədədləri 0-2 pi aralığına gətirmək üçün bunların üzərinə 2 pi gəlməyimiz lazımdır. Biz bilirik ki, kosinus funksiyasının
dövrü 2pi-yə bərabərdir. Ona görə də biz əgər bu əlimizdə olan arqumentin üstünə 2pi gəlsə, yenə eyni qiyməti alacağıq. Ona görə də həm -pi böl 4-ün üstünə deməli üstünə gəlirik 2pi. Bu olacaq. Bu aşağısına 1 yazaq. Ortaq məxrəci 4-dür. 4-ə böləndə 1 eləyir. Yəni -pi üstəgəl 4-ü 1-ə böləndə 4 eləyir. 4 dəfə 2pi 8pi bərabərdir. -pi üstəgəl 8pi eləyir 7pi böl 4. Və -5pi bölünsün 4 üstəgəl yenə 2pi. Yenə aşağısına 1 yazaq bunun məxrəcinə. Ortaq məxrəcləri 4-dür. 4-ü 4-ə böləndə 1 edir. Yəni -5pi üstəgəl 4-ü 1-ə böləndə 4 edir. 4 dəfə 2pi 8pi edir. Bərabərdir. -5pi üstəgəl 8pi 3pi böl 4-dür. Deməli, 7pi böl 4 və 3pi böl 4. Bunların ikisi də 0-2pi aralığındadır. Bizdən isə cəmini soruşur. Yəni bu iki əldə etdiyimiz qiymətlərin 7pi böl 4 və 3pi böl 4-ün cəmini soruşur. Ona görə bunları toplamağımız lazımdır indi. 7pi böl 4 üstəgəl 3pi böl 4 bərabərdir. Ortaq məxrəclər ilə 4-dür. Sadəcə surətləri toplamaq lazımdır. 7pi üstəgəl 3pi bərabərdir. 10pi bölünsün 4. 2-yə ixtisar edəndə 5pi bölünsün 2 edir. Doğru cavab A bəndidir. 26-cı sual. Aşağıda verilmiş cümlələrdən hansı həmişə doğrudur? A. Üçbucaqlı piramidanın hər 3 yan teli bir-birinə bərabərdirsə, onda bu piramida düzgündür. İndi mən videonu dayandırıb bu məlumatı şəkildə qeyd edib çəkəcəm ki, ondan sonra bir şəkil üstündə baxaraq suallara cavab verək. Bəli, şəklimiz budur. Bizim burada bir müstəvimiz var və müstəvi üzərində əgər görürsünüzsə, mən bir çevrə çəkmişəm. Bu çevrənin mərkəzi nöqtəsindən keçən, deməli, bu müstəvidə yerləşməyən S nöqtəsi ilə bu çevrənin mərkəz nöqtəsindən deməli birləşdirən perpendikulyar düz xətt çəkmişəm. Yəni SO parçası müstəviyə perpendikulyardır. Və deməli bu çevrə üzərində 3 nöqtə götürürük. A, B və C nöqtələri. Fikir verirsinizsə bu nöqtələr mən deməli A, B tərəfi, A, C tərəfi və yəni üçbucağın A, B, AC və BC tərəfləri şəkildə gördüyünüz kimi bir-birinə bərabər deyil. Və deməli S nöqtəsindən deməli A, B və C nöqtələrinə çəkilmiş bu maillər bir-birinə bərabərdir. Yəni SA, SB və SC parçaları bir-birinə bərabərdir. Ancaq buna baxmayaraq ABC üçbucağı düzgün deyil. ABC üçbucağı düzgün olmadığı üçün bu çəkilmiş piramida, yəni SABC piramidası düzgün piramida deyil. Ona görə də A bəndi düzgün olmur. Yəni həmişə düzgün olmur. Həmişə doğru cavab olmur. Üçbucaqlı piramidanın hər 3 yan tel bir-birinə bərabərdirsə, onda bu piramida düzgündür deyir və bayaq dediyimiz məsələyə görə də bu belə olmur həmişə. Keçək B bəndinə. Üçbucaqlı piramidanın hər 3 yan teli bərabərdirsə, onda bu piramidanın yan üzləri bir-birinə bərabər üçbucaqdırlar. Burada heç düşünməyə gərək yoxdur. Şəkildə gördüyünüz kimi, misal üçün ASB üzünə baxsaq, bir dəqiqə. Deməli, ASB üzü ilə SO, daha doğrusu SBC üzünə fikir verin. SBC üzünə bax. Bunlardan görmək olur ki, yəni bu ikisi, bu iki üz bir-birinə bərabər deyil, aydın məsələdir. Ona görə də B bəndi doğru deyil. G bəndi üçbucaqlı piramidanın hər 3 yan teli bərabərdirsə,
onda bu piramidanın təpə nöqtəsindən oturacağın tərəflərinə çəkilmiş hündürlüklər bir-birinə bərabərdir. Yenə bu da səhvdir, ona görə ki, bərabər yanlı üçbucaqlarda, yəni yan tərəfləri bərabər olanda bu üçbucağın hündürlüyü onun oturacağından asılıdır. Oturacaq nə qədər böyük olarsa, hündürlük o qədər kiçilər. Nə demək istəyirəm, göstərim indi. Misal üçün, iki üçbucaq götürək. Bu üçbucaqların yan tərəfləri eyni olur. Yəni A və A götürək misal üçün. Oturacağı isə olsun, başqa rənglə göstərək, B olsun. İndi biz bir başqa üçbucaq yenə çəkək. Elə üçbucaq çəkək ki, yenə bunların yan tərəfləri A olsun. Ancaq bunu biraz daha geniş şəkildə çəkəcəm. Yəni bunlar A-dır. Bu isə artıq B yox, başqa C deyək misal üçün. Yəni aydın məsələdir ki, C tərəfi burada B-dən daha böyükdür. Yəni bu bucaq kiçikdir bu bucaqdan. Bu da o deməkdir ki, yəni mən burada nə qədər bu təpə nöqtəsindən hündürlük çəksəm, bu hündürlük ikinci üçbucağın hündürlüyündən daha uzun olacaq. Bunun hündürlüyü, yəni ad verək buna da, yəni burada çəkdiyim hündürlük olsun misal üçün M, bu isə olsun N olsun misal üçün. Aydın məsələdir ki, M N-dən böyükdür. Yəni oturacaq nə qədər geniş olarsa, nə qədər böyük olarsa, bu üçbucağın hündürlüyü də o qədər kiçik olar, əksinə olur yəni. Və elə buna görə də bu qedə deyilən deməli cümlə, müddəa yanlışdır. Bir daha oxuyaq. Üçbucaqlı piramidanın hər üç yan tili bərabərdirsə, onda bu piramidanın təpə nöqtəsindən oturacağın tərəflərinə çəkilmiş hündürlüklər bir-birinə bərabərdir. Səhvdir, ona görə ki, aşağıda gördüyünüz bu ABC üçbucağı oturacağı, yəni piramidanın oturacağı düzgün üçbucaq deyil, yəni bərabər tərəfli üçbucaq olmadığı üçün parçalar fərqlidir, uzunluqlar fərqli olduğu üçün və bu S nöqtəsinin, təpə nöqtəsindən bu tərəflər çəkilmiş hündürlüklərin uzunluqları da fərqli olacaq, bir-birinə bərabər olmayacaq. Və son olaraq D bəndi, üçbucaqlı piramidanın hər üç yan tili bir-birinə bərabərdirsə, onda bu tillər piramidanın oturacaq müstəvisi ilə bərabər bucaqlar əmələ gətirir. Bu doğru olacaq. Gəlin burada yazılanları silək. Göstərək bunun doğruluğunu. Misal üçün, götürək, deməli, yan tilin piramidanın oturacağı ilə əmələ gətirdiyi bucaq belə olacaq. Misal üçün, bu tili götürsək, piramidanın deməli, oturacağı ilə əmələ gətirdiyi bucaq, daha doğrusu müstəvisi ilə əmələ gətirdiyi bucaq budur. Bu bucaqdan gedir söhbət. Bu bucaq, ikinci bucaqda baxaq. Misal üçün, SB tilini götürsək əgər, gəlin bunu başqa rənglə göstərək. SB tilinin müstəvi ilə əmələ gətirdiyi bucaq budur. Eynən bunun kimi SA tərəfi götürsək, SA tərəfinin, daha doğrusu SA tilinin müstəvi ilə əmələ gətirdiyi bucaq isə, başqa rənglə göstərək. Yaşıl olsun. Budur. Deyir ki, bu bucaqlar bərabər olur. Gəlin bunun doğruluğunu göstərək. Misal üçün, bu bucağa gəlin alfa deyək. O halda bu əmələ gələn düzbucaqlı üçbucaqda sinus alfanı gəlin yazaq. Sinus alfa bərabərdir qarşı tərəfin hipotenuza nisbəti. Yəni, SO, bura SO-dur. Ona görə də SO bölünsün
Hipotenuz SC-yə bərabərdir. SC. İndi bu digər bucağa, yəni bu bucağa da biz gəlin beta deyək. Bu beta olsun, bu yaşıl bucaq isə qamma olsun. O halda sinus beta bərabərdir. Yenə qarşı tərəf SO-dur. SO bölünsün. Hipotenuz indi bu bucağın hipotenuzu, yəni bu üç bucağın hipotenuzu SB olur. SB parçası. Və son olaraq sinus qamma bərabərdir. Qarşı tərəf SO-dur yenə. SO bölünsün. Hipotenuz SA-dır. Fikir verin, yazdığım bu bərabərliklərdə surətdə hamısında SO yazılıbdır. Hamısında surətdə SO yazılıb, fikir verin. Və məxrəcdə isə deməli SC, SB və SA yazılıb. Biz deməli şərtdə bizə onsuz da verilmişdi ki, SC, SB və SA nədir bunlar? Piramidanın yan tilləridir. SA, SB və SC. Bunlar bərabər olduğunu onsuz da biz bilirdik. Yəni belə çıxır ki, SO bölünsün SC, SO bölünsün SB, SO bölünsün SA hamısı bunlar eyni ədəddirlər. Çünki surətləri onsuz da eynidir və məxrəcləri də bir-birinə bərabər olan parçalardır. SC, SB və SA. Və bu da o mənaya gəlir ki, sinus alfa, sinus beta və sinus qamma bir-birinə bərabərdir. Sinus alfa bərabərdir sinus beta bərabərdir sinus qamma. Buradan da o nəticəyə varırıq ki, alfa, beta və qamma bir-birinə bərabər bucaqlardır. Ona görə də doğru cavab D bəndi olacaq. 27-ci sual. OX-Y koordinat müstəvisində iki çevirmə verilib. OX oxuna nəzərən S ox simetriyası və V bərabərdir 3 - 1 vektoru ilə təyin olunmuş T paralel köçürmə. Məlumdur ki, SB bərabərdir TA-ya və A nöqtəsinin koordinatları -2, 5 olarsa, B nöqtəsinin koordinatlarını tapın deyir. Deməli, bizim əlimizdə olan nədir? A nöqtəsinin koordinatları verilib. A -2, 5-dir. Və həmçinin biz belə bir bərabərliyin doğru olduğunu bilirik. Yəni, SB TA-ya bərabərdir. Nə deməkdir bu? Ümumiyyətlə, B-ni hələ bilmirik. Ona görə də gəlin ikinci tərəfdən başlayaq. TA-nı hesablayaq nədir? TA bərabərdir. T nə edirdi? T paralel köçürmədir. Hansı vektorla? Baxın, burada yazılan V vektoru ilə 3, -1 vektoru ilə köçürmədir. A nöqtəsinin koordinatlarını biz bilirik, -2, 5-dir. Sadəcə vektorda, yəni ki, 3 -1 vektoru üstə gəlməyimiz lazımdır. X-in üstünə 3 gələsiyik, Y-dən isə 1 çıxmağımız lazımdır. Yəni, -2, yəni TA nə olacaq? -2 üstə gəl 3, 5 çıxılsın 1 bərabərdir. -2 üstə gəl 3 1-dir. 5 çıxılsın 1 isə 4-ə bərabərdir. Deməli, TA 1, 4 nöqtəsinə bərabərdir. Və bizə məlumdur ki, TA SB-yə bərabərdir. Deməli, biz birbaşa yaza bilərik indi buradan. Yəni, TA, daha doğrusu belə yazaq, SB bərabərdir TA-ya və TA-nın da biz artıq bilirik 1-4 nöqtəsinə bərabər olduğunu bilirik. Yazaq birbaşa 1-4. Deməli, SB 1-4-ə bərabərdir. SB nə deməkdir? S ox simetriyası X oxuna OX simetriyasıdır. Yəni, OX oxuna nəzərən çevirmədir. Daha doğrusu simetriyadır. Nə baş verir OX oxuna nəzərən simetriya nə edir? Yəni, nöqtənin, yəni misal üçün X, Y koordinatları olan nöqtə götürsək, OX oxuna nəzərən simetrik, əgər bunu biz çevirmə etsək, X koordinat dəyişmir, Y koordinatı isə işarəsini dəyişir. Yəni, X olduğu kimi saxlayırıq, Y-in isə qarşısına müsbət olduğu üçün mənfi işarəsi qoyuruq.
olur x mənfi y. İndi bizdə s, b artıq dəyişmə baş verib, çevirmə baş veribdir və 1, 4 əmələ gəlib. Əgər biz s-i geri qaytarsaq, yəni sadəcə b-nin nə olduğunu tapsaq, b nöqtəsinin öz koordinatlarını tapmaq istəsək, yenə x-i olduğu kimi saxlayırıq. 4-ün isə qarşısına deməli müsbət olduğu üçün qarşısına mənfi işarəsi qoyuruq, olur -4. Deməli B nöqtəsinin koordinatları 1 və -4-dür. Doğru cavab D bəndidir.